Bulut oyun sistemləri, yəni cloud gaming, oyun dünyasında baş verən ən böyük inqilablardan biridir. Təsəvvür edin ki, ən son çıxan yüksək qrafikalı oyunları oynamaq üçün minlərlə manat verib gaming notebooklar və yaxud da telefonlar almağınıza ehtiyac yoxdur. Cibinizdəki smartfon və yaxud da ki, evdəki köhnə notebookla belə bu oyunları rahatlıqla oynaya bilərsiniz. Bu sistemin işləmə prinsipinə gəlin nəzər salaq. Oyun dünyanın hansısa nöqtəsindəki nəhəng bir məlumat mərkəzində, data centerdə çox güclü video kartlarla təchiz olunmuş serverdə işə düşür. Server oyunu emal edir və görüntünü saniyənin %1-i qədər qısa müddətdə sizin ekranınıza göndərir. Siz klaviaturada bir düyməyə basdıqda və ya joystiki tərpətdikdə bu siqnal internetlə serverə gedir. Orada reaksiya verir və görüntü sizə qayıdır. Sadə dildə desək, bulut oyun sistemi oyunun sizin cihazınızda deyil, uzaqdakı güclü serverlərdə işləməsidir. Siz sadəcə internet vasitəsilə serverə qoşulursunuz, oyunun görüntüsü isə video axını olaraq sizin cihazınıza gəlir. Sizin düymə hərəkətləriniz isə anlıq olaraq serverə ötürülür. Bəs bir sual yaranır. Mən bu sistemi niyə seçim? Siz artıq düşünməyəcəksiniz ki, mənim telefonu və yaxud da kompüterim bu oyunu açar yoxsa yox. Əsas yükü server daşıdığı üçün sizin cihazınızın gücü o qədər də önəmli deyil. 50-100 GB-lıq oyunları saatlarla yükləmək, yenilənmələrini gözləmək lazım deyil. Sadəcə play düyməsinə basırsınız və oyun bir neçə saniyə içində açılır. Evdə başladığınız oyuna avtobusda, telefonunuzda, iş fasiləsində isə planşetinizdə davam edə bilərsiniz. Kompüterlərə, telefonlara, bahalı video kartlara, RAM-lara əlavə pul xərcləmək əvəzinə aylıq abunəlik haqqı ödəməklə yüzlərlə oyuna giriş edərək oynaya bilirsiniz. Bu sistemin qüsursuz işləməsi üçün tək bir şərt var: stabil internet sürəti. Əgər internetiniz zəifdirsə, düyməyə basmağınızla ekrandakı hərəkət arasında fərq yarana bilir. Bu xüsusilə rəqabətli oyunlarda problem yaradır. Bulut oyunları çoxlu data istehlak edir. 4K keyfiyyətində oyun oynamaq saatda bir neçə gigabayt internet apara bilər. Hal-hazırda Azərbaycanda rəsmi olaraq heç bir bulut oyun sistemi fəaliyyət göstərmir. Ancaq son gələn xəbərlərə görə Nvidia ilə AzerConnect arasında müqavilə bağlanıb və bu müqaviləyə əsasən GeForce Now bulut oyun sistemi rəsmi olaraq Azərbaycana gələcək. Hələlik abunəlik haqqı və yaxud da nə vaxt gələcəyi barəsində dəqiq məlumat yoxdur. Texnologiyanın inkişafı və 5G texnologiyasının fəaliyyətə başlaması ilə bulut oyun sistemlərinin gələcəkdə hansı səviyyələrə çata biləcəyini birlikdə görəcəyik. Və siz necə düşünürsünüz? Bulut oyun sistemləri Azərbaycana gəlsə istifadə edərdiniz? Şərhlərdə fikirlərimizi bölüşə bilərik.